Mən bu haqda fikirləşirəm ki, uşaq özü seçməlidir ki, gələcəkdə işləyəcəyi peşəni də sevərək yerinə yetirsin. Mənə elə gəlir ki, mənfi təsir göstərir ki, bu da biz ilk öncə uşaqlara inanmalıyıq ki, bu uşaqlar özlərini gələcəkdə hansı peşədə görürlər. Öz peşələrində sevərək davam elətdirsinlər deyə. Gələcəkdə ölkəmizə daha dəyərli vətəndaş olsunlar. Baxır neçə yaşında uşaqlarda. Uşaq var ki, danışa bilmir, amma danışan uşaqlar üçün seçim yaxşıdır. Çünki onlar sərbəst olmalıdırlar ki, indiki 21-ci əsrdir, uşaqlar gərək müasir olsunlar, özləri seçməlidirlər. Amma yenə də ata-ana diqqətli olmalıdır seçimdə. Uşaqlar özləri seçməlidir. Çünki mənim özüm seçmişim ixtisasımı, heç də peşman olmamışım. Hətta bəzi valideynlər var ki, uşaqlarına baskı edir ki, sən həkim ol. Məcbur olmaz qızım, məcbur olmaz. Vallahi indiki uşaqlar əvvəlki uşaqlar kimi deyirlər, xərcəcərdilər. Bilmirəm, seçimlər də yenə də özlərinə qalsın. Vapevi uşaqlar özləri seçməlidir. Valideyn seçəndə qarşı olur. Bu üçün uşaqların seçimi yaxşıdır. Kiçik vaxtda başqa məsələ, bilirsən üçün kiçik vaxtda uşaq hələ dərk eləmir. Onun beyninə otuzdururlar, başa düşürsən. O yaxşı, valideyn istəyər ki, uşağı xoşbəxt olsunlar. Uşaqların seçimi daha önəmlidir, çünki onlar olacaq da, yəni gələcəkdə onlar peşə sahəsində işləyəcəklər. Yaxşı təsir eləmir. Mən məsələn deyirdim, qızım həkim olsun, amma ixtisas seçmədi, o seçdi birinci qrupu. Artıq o yolu keçib gəlib, düzdür. Uşaqlar səhv də eləyə bilər. Nə bilim, mən həyat təcrübəmlə görmüşəm ki, xoşbəxt olublar. Mən şəxsən öz uşaqlarımı öz yolumdan, mən dediyim yolla gediblər. Şükür Allaha, hamısı da ali təhsilli, ağıllı, başlı. Məncə uşağın özü seçim etməlidir, etməsi daha yaxşı. Çünki o peşə ilə gəldikdə valideyn yox, uşağın özü məşğul olasıdır və uşaq əgər öz peşəsini sevsə, gələcəkdə cəmiyyət üçün daha yararlı bir şəxsə çevrilə bilər deyə düşünürəm. Mən ixtisas müəlliməm, ömrümün 50 ildən artığını müəllim işləmişəm. Azərbaycan qabaqcıl maarif xadimiyəm. Niyə bunları deyirəm? Yəni uşaqları duyuram və uşaqları həmişə izləmişəm. Mənə elə gəlir ki, seçimi qarşılıqlı eləməlidirlər. Həm uşaqlar, həm də valideynlər. Uşaqlar eləyəndə öz ürəklərinin odu ilə, səsi ilə bunu həll edirlər və bəzən görürsən ki, o müəyyən uşaq hisslərinə qapılırlar, istədiklərini sabahları həyatda qazana bilmirlər. Bax, bu zaman valideyn köməyi ona çatır ki, məsələn, bunun uşağı həyatda hansı mövqeyini tuta bilər. Ona görə də valideyn həmən anda valideynin dediklərini də eşitməlidir. Və plus valideyn deyəndə onun oğlunu böyle bir nətərdir axı, vəzifə sahibi görmək istəyəndə hər bir valideyn istəyər ki, onun uşağı yüksək səviyyəli vəzifədə işləsin.